Hər vaxtınız xeyir. Bugün sizlərlə birlikdə nəzm və nəsr anlayışından danışacağıq. Nəzm nədir, nəsr nədir? Ümumiyyətlə bədii əsərlər yazılarkən yazıçılar burada ya nəzmlə yazırlar, ya da ki, nəsrlə yazırlar. Yaradıcılığında həm nəzmlə, həm də ki, nəsrlə də nümunələrə rast gəldiyimiz yazıçılarımız var. Məsələn, klassik dövr yazıçılarını nəzəriyyətdə görürük ki, onların yaradıcılığında məsələn Məhəmməd Füzuli olsun, Nizami Gəncəvi olsun və yaxud da götürək burada məsələn Qətibə Təbrizi götürə bilərik. Onların yaradıcılığında əsasən nəzm formasında yazılmış əsərlər üstünü təşkil edir. Bəs yaxşı, bayaqdan danışdığımız nəzm və nəsr anlayışlarından nəzmin fərqi nədir? Nəsrin fərqi nədir? Ümumiyyətlə nəzm və nəsrin fərqi nədir? Nəzm sözü ərəb-fars mənşəli söz olub, mənası nizam, intizam, düzülüş deməkdir. Burada deməli sözlər müəyyən bir ahənglə, müəyyən bir nizamla düzülür. Nəsrdə isə adi danışıq formasında olur. Yəni mən bu dəqiqə sizə dərs edirəm. Burada məsələn xüsusi bir qafiyə işlətmirəm və yaxud da rədif işlətmirəm və yaxud da deyək ki, məsələ daxili bölgü etmirəm. Sadəcə olaraq adi danışıq formasında adi bir insan necə danışır bir-birinə, iki insan bir-birinə danışdığı dialoqda. O cür formada fikrimi sizə çatdırıram. Bu nəsrdir. Nəzm isə nəsrdən fərqli olaraq burada özünə məxsus əlamətlər var. Baxın məsələn burada baxın. Nəzmi nəsrdən fərqləndirən əlamətlər. Bu əlamətlərə hansılar aiddir? Gəlin baxaq. Ahəng, digər adla desək ritm, ölçü, digər adla desək vəzin, qafiyə, rədif və misrə daxili bölgü anlayışları. Bu anlayışlar nəzmi nəsrdən fərqləndirən əsas əlamətlərdir. Bunlar nəzmin əlamətləridir. Ümumiyyətlə, nəzm deyəndə adətən şagirdlər yanılıb, sadəcə olaraq lirik növü bura aid edirlər. Amma lirik növdən fərqli olaraq burada, belə deyim, nəzmlə həm epik növün nümunələrini verə bilərik, həm dramatik növün nümunələrini nəzmlə verə bilərik. Bu halda necə olur? Epik növdə məsələn bilirik ki, hekayə, ondan sonra roman, otik, memuar, povest və s. Bu bizim janrlarımız epik növün janrlarıdır. Və bunlar məsələn adətən bunlar nəsrlə verilir. Məsələn burada povest istisnalıq təşkil edir. Povest yalnız nəsrlə yazılır. Nəsrlə yazılır epik növün janrları, amma onları mən məsələn nəzmlə də verə bilərəm. Bəzi yazıçılarımız var, məsələn Abbasqulu Abbasxanovun yaradıcılığında rast gəlirik. Mənzum hekayələr. Mənzum hekayə demək, yəni nəzmlə yazılmış hekayə deməkdir. Nəzm anlayışında demək hər üç növdə, həm lirik, həm epik, həm də dramatik növdə rast gəlmək olur. Baxın bu gördüyünüz nümunə dramatik növün janrlarından biri olan faciə janrına məxsusdur. Lakin nəzmlə yazıldığı üçün biz bu faciəyə mənzum faciə deyəcək. Ana mənzum faciəsi Hüseyn Cavidi keçidi daha ətraflı şəkildə məlumat alacaqsınız. Baxın nəzm formasında yazılıb, arda-arda nəzm formasında yazılıb. Burada məsələn özünə məxsus bəzi yerlərdə məsələn qafiyələr də var və yaxud nəzmin əlamətlərindən burada deməli özünə məxsus ahəngi, ritmi, qafiyəsi, eyni zamanda özünə məxsus quruluş tərzi var. Yəni nəzmin əsərdən fərqləndirən əsas əlamətlərdən biridir bu əlamətlərdir. Ümumiyyətlə nəzm əsərlərində, məsələn epik növün janrlarından biri də təmsildir. Təmsildə nə var? Allegoriya var, gülüş var. Yəni təmsil nəzmlə yazıldıqda bu o deməkdir ki, həmin bax bundan, yəni allegoriya və gülüşdən nəzmdə də istifadə oluna bilər. Baxın, burada yazılıb. Nəzm əsərlərində gülüş və allegoriyadan da istifadə edilə bilər. Nəzmlə yazılan əsərlərdə təhkiyə ola bilər. Ya bu nə deməkdir?